Hamıya salam. Müasir dövrün ən böyük problemlərindən biri odur ki, çoxu pul qazana-qazana özünü bu ov prosesində itirir və həyatının mənası qalmır. Bura milyonları olub yenə də gecə-gündüz iş görən varlılar da aiddir, maaşdan maaşa yaşayan kasıblar da. Bəs pul bu qədərmi vacibdir? Bəziləri deyir, xoşbəxtliyi pul ilə almaq olar. Bu həqiqətən də belədirmi? Sizə qısa cavab verəcəm. Pul həqiqətən də çox vacibdir, amma hər şey deyildir. Təsəvvür elə, sənə 1 milyon manat təklif edirəm. Amma bir şərtim var, 24 saat ömrün qalacaq. Qəbul edərdinmi? Bütün ağlı başında olan insanlar bundan imtina edərlər. Deməli, sənin həyatın daha dəyərlidir. Təsəvvür elə 1 milyon manat verirəm, amma ömrünün axırına qədər xəstə qalacaqsan. Bunu da heç kim qəbul eləməz. Biraz qızdırmamız olan kimi boğaz öz aləminə, burun öz aləminə, baş da öz aləminə gedir. Deməli, sağlamlığın puldan daha dəyərlidir. İndi təsəvvür elə 1 milyon manat verirəm və ailəni itirirsən. Sevdiyin insanları itirirsən. Ağlıma belə gəlmir, necə insan olasan gərək bunu qəbul etmək üçün. Deməli, sevdiyin insanlar puldan daha dəyərlidir. Mənim üçün də sənin abonan dəyərlidir. Abunə ol və videonu sonuna qədər izlə. Daha da maraqlı olacaq. Dünyadakı pulun 97%-i 3% insanların əlindədir. Çoxumuz onlara paxıllıq edirik və onlar kimi olmaq üçün çalışırıq. Bəli, mən bilirəm siz necə yığışıb müxtəlif biznes və pul qazanmaq yollarından danışırsınız. Amma gəlin, çoxlu pul olan insanların qısa hekayəsinə baxaq. Bütün deyəcəklərimi internetdən tapmaq olar. Məqalə və onların öz intervyularında açıq şəkildə deyilir. Davam edək. Birincisi, Jeff Bezos, böyük marketplace olan Amazonun qurucusu və böyüyü. Şəxsi sərvəti 202.2 milyard dollar təşkil edir. Təsəvvür edirsiniz bunu? 1994-cü ildə Amazonu qurarkən Jeff Bezos atasından biraz pul istəyir. Atası da onu başından eləmək üçün ki, həqiqətən də uğur qazanacağını düşünmürdü. Həmin biraz pulu ona verir. Pulun nə qədər olduğunu bilmək istəyirsiniz? 300.000 dollar. Onun valideynləri varlı sayılmırdılar, amma kasıb da deyirlər. İkincisi, Elon Musk, PayPal, Tesla və SpaceX qurucusu, Starlink internet şəbəkəsini dünyaya gətirən və keçmiş Twitterin indiki sahibi. Şəxsi sərvəti 382.7 milyard dollar təşkil edir. Öz sözlərindən belə başa düşmək olar ki, 90-cı illərdə Zip2 və gələcəkdə PayPal adlandırdığı X.com startupından öncə atası ona bir neçə 100.000 dollar kömək edib. Bill Gates, Microsoft'un qurucularından biri. Şəxsi sərvəti 112.5 milyard dollar təşkil edir. 1970-ci ildə atası məşhur hüquqşünas olduğundan onu IBM kimi böyük investisiya şirkəti ilə tanış edir və özü ona bir neçə 100.000 dollar pul verir. Dördüncü, Mark Zuckerberg ya da ki Zuckerberg. Facebook qurucularından biri və onun böyüyü. Şəxsi sərvəti 203.1 milyard dollar təşkil edir. Atası onu məktəb vaxtından proqramlaşdırma kurslarına göndərərdi. 2004-cü ildə isə 100.000 dollardan çox pul verir. 5-ci və ən sevdiyim Donald Trump. Sadəcə biznesmen və Amerikanın 45-ci və 47-ci prezidenti. Şəxsi sərvəti 3 milyard dollar. Digərlərinə baxanda biraz kasıbdır. Onun dediyinə görə 70-80-ci illərdə atasından 1 milyon dollar borc alır. Əslində isə bəzi araşdırmalardan sonra New York Times-da daxil olmaqla atasının ona 60 milyon dollar verdiyi məlum olur. Yəni, hər xəbərlərdə yazılana inanmayın, hər deyilənə inanmayın. Sıfırdan başlamışıq deyən milyarderlər ilk başdakı əlaqələrin və pulun hesabına nəyəsə nail olublar. Amma bir şeyi unutmaq lazım deyil ki, onlara verilən pulu 10 qat və 100 qat artırmaq üçün ağıl lazımdır. Təbii ki, mən olmaram, əgər sizə həqiqətən də sıfırdan başlayan insanları göstərməsəm. Sadəcə 3 nəfəri seçmişəm. Mən valideynlərim kimi kasıb olmaq istəmirdim. Starbucks'ın qurucusu, valideynləri adi işçi təbəqə olub, atası yük maşını sürücüsü idi. Buna baxmayaraq, ailədə kolleci bitirən ilk şəxs olub. Starbucks kafesini qurarkən kredidə pul istəyib və ona 242 dəfə rədd cavabı veriblər. Amma o təslim olmadı və zirvəyə yüksələ bildi. Şəxsi sərvəti 3.1 milyard dollar təşkil edir.
Mən inanıram ki, hər bir insan öz başladığı nöqtədən yüksələ bilər. Kasıb ailədə dünyaya gəlib, su və işığı olmayan kiçik daxmada yaşayıblar. Karyerasına radio və televiziyada başlayıb. İndi ən məşhur və sözü gedən aparıcıdır. Şəxsi sərvəti 3.1 milyard dollar. Mən kasıb olmağın nə olduğunu bilirəm və durmadan işləməyin vacibliyini anlayıram. Çap-çap. WhatsApp-ın qurucusu. Kasıb ailə Ukraynadan Amerikaya məcbur immiqrasiya ediblər. Sağ qalmaq və pul qazanmaq üçün marketdə yeri silib təmizləyərdi. Proqramlaşdırmanı özü pulsuz kitablardan öyrəndikdən sonra WhatsApp-ı düzəldir və onu Facebooka 19 milyard dollara satır. Şəxsi sərvəti 16.3 milyard dollar təşkil edir. Çalışın, pul sizi idarə eləməsin. Siz pulu idarə edin. O sizdən asılı olsun. Məktəbi oxumuram, nəsə edərəm. Universitet oxumuram, nəsə edərəm, düşünməyin. Çalışqan olun, ağıllı olun, dünyaya fayda verməyə çalışın. Dediyim kimi, bu kanalda həm faydalı, həm əyləncəli video düzəltməyə çalışacağam. Növbəti video 300 Spartalı filminin qısa tanıtımı olacaq. Onun ardından qısa dublyaj videosu. Sadəcə özümü bu istiqamətdə yoxlayıram. Sağ olun, salamat qalın.